Binəqədi polis idarəsinin buyruğu. Artıq burada gəmilər lazımdır ki, Binəqədi Dövlət Yol Polis İdarəsinin qarşısındayım gördüyünüz kimi. Artıq burada gəmilər lazımdır ki, hərəkət eləsin. Bu isə şəhərimizin necə unikal kanalizasiya sisteminə malik olmasına xəbər verir. Çox unikaldır. Buyurun. Hələ qoxusunu demirəm. Parfüm de France bu qoxunun qarşısında aciz qalardı. Gördüyünüz kimi baxın, bu problem necə böyüyübsə, insanların evini zaten su bassa, birinin orada ürəyə gedib. Buna bax, buna bax. Cəmaat suyun içine yıxılıb. Şöyle. Yığışı var, hamısını yıxılıblar suyun içine cəmaat. Öz-özündən getdi qadın. Artıq su o qədər dolub ki, gördüyünüz kimi gəlib keçib insanların həyətinə. Bura Binəqədidir. Bura Binəqədidir, 21-ci əsrdir. İnsanların həyətinə keçir. İnsanların həyətinə keçən su var, görürsünüz. Millət ucu qalıb evində. Heç kim çölə çıxa bilmir. Su da az deyil ha. Yəni bu su artıq miqyasını göstərmək üçün göstərim sizə. Mercedes maşını batır. Baxın, baxın, baxın. Maşının ucu radiatoruna kimi su gəlib çıxır. Hoppa. Yəni bildiğiniz dəniz var burada, göl var. Bakın. Bakın, bakın. Bildiğiniz deniz. Bakın Jeep Prado maşınıdır, markalı maşın. Demək olar ki 50 santimlik gəlib çatır. O qadın üçün skor çağırdılar. Skor gələ biləcək bura. Yəni skor gələ biləcək. Qadın yıxıldı suyun içində. Baxın, əməlli başlı şıxaşır dənizdir.